Mənim sərhədlərimi heçə sayanlara heç bir könül bağı hiss eləmirəm daha. Heç kimin qəlbini qırmamaq üçün susarkən ən çox özümü incitdiyimi başa düşdüm. Lazımsız fədakarlıqları çiyinlərimə yük eləməyi buraxdım. Layiq olmayanlara verdiyim xoş niyyətin məndən aldığı hüzuru geri qaytardım. Bunu müdafiə kimi yox, bir sağalma üsulu olaraq seçdim. Çünki ən gözəl yaxınlıq bəzən məsafəli ikən olurmuş. Bunu öyrəndim mən. Gec də olsa ürəyimi qıranlara yox, ruhumu tamamlayanlara yer verirəm. Çünki insan bəzən hamıdan uzaqlaşarkən özünə daha çox yaxın olurmuş.